بسم الله الرحمن الرحیم. سوم دی ماه 1404، جلسه 159 دفتر دوم، منزل جناب آقای خراتیان. بیت حدود 3460 bu dövrü birden başlayacağız. Bir de muhtasar مقدمینه در ادامه مباحث جلسه قبل. جلسه قبل درباره کیمیاگری عارف و اولیاء الله و انبیا مختصر مطالبی عرض لدم. اونdan qabaq درباره کیمیاگری عرفان و دین صحبت لدم و عرض لدم که از نظر مولانا دین و عرفان و عارف و پیامبر کیمیاگرdirler. O بحث باعث oldu ki کیمیاگری علوم شیمی de bir işare eliyor. Mevlana ayrı yerde kimyageri tabiatten de sohbet edip. Bu tabiat da kimyagerdir. Ve ben de muhassil edeyim, kimyageri tabiatte de şah zamanı çoxlu mütaliə eləmişim. Bir cüzvi ittilatım var. Çox mütaliə eləmişim, amma ittilatım cüz idi ve o mətalibdə ki, misi azmaşgahlarda qızıla təbdil edirlər. Elə o zaman sonra təsadüfən gün ayrı bir zad axtardım, ayrı bir şey tapdım. Elə o yaddaştای qədəmi tapdım ki, به طور قاطع mənim o mənabə, məaxizim, referensləm deyir ki, kimyageri indi qətidir, ola bilər. Az nəzər fizik و شیمی قابل توجه دکتر معماریان چی دیرler? 100% bir برو برگرد نه تنها میز بلکه indi آزمایشگاهlarda در اثر حرارت و فشار ile misdən sonra ayrı bir zatlar da qızıla təbdil olar. Amma indi elə Ay Xərratiyan da Huş-u Məsnuidən tapmışdı ki, iqtisadi deyil, elm-i şiimi eləyə bilmi qəbul eləsin. Amma ayrı elmlər deyil, olubdur və olandır. Xo'p, o da nəzərdir da, bir dədi olur, bir dədi olmaydı. Qalıb kim hansı mənabə, müaxizə müraciə eləyə. Mən məhz öz zadım, ittilam təzədən heç vaxtım olmaz. Bir nəmə elə fəzai məcazidə də getdim, bir baxdım, Google'də search elədim, gördüm, baba nə qədər orada məqalat elmi, məcəllat elmi در تایید bu mətləb var ki, kimyageri məqdurdur. Yoxdur ki, o elmi məcəllatda bir nəfə qatədir, olmaz. Mən bir tapdıqlarım. Vəli də mən o zəminədə istəməyəm danışam. Biz kimyageri bir təbiətə razı bir ərz eləyim. Mən özüm Quran klaslarında, təfsiri Quran cələsatında kimyageri təbiətə razı də özüm üçün iman gətirmişəm. Çox توضیحات vermişəm. Xo'p, bilirsiniz ki, mən bu zəminədə çox danışmışam ki, Ay Kərbəlayın da zehində qalıb mənim bu ərzim. Ağlar, mühim şəxsiyyətlərə yaxınlaşmıyor. Hərim saxlıyor.
fasilə tutun. Çün yaxınlaşsaz olan o obbohəti. Obbohət deyərlər. Aydın. Amma obbohətdir. Obbohət əzəməti və onların o iqtidarı adam yaxınlaşdıkca azalar, sınar. Çox adam yaxınlaşar ki, bu Hafiz ya Mevlana zindagi şəxsi nəzüdü, əhlali ilə nəticəsi nədir? Hardan yerdi, neynərdi? Hafiz nə kar idi? Şəhriyar nə kar idi? Hər kəs gəldi, mən özüm bu iştibah eləmişəm Şəhriyarın moridində. Şəhriyarla salهای sal diz-dizə oturmuşam. Əslən onu çubuğu mən saxlamışam, tiryət çubuğu. Manqalım mən özüm onu gətirmişəm həyətdə, yerləmişəm. Məqsudiyyədə ki, indi evim uzaq olub, onun rübərində mərhum Aşıargil vardı, Quran ustadıdılar, onların məclislərinin rübərində. Ki, 2 dəfədə onun evinin düz divanında dayanmışdı, məni ittila gəlib tutubdu. Mən ayrı bir zatdan ötürdeydim ha. Onlar deyirlər ki, mən o Aşıargillə, məsələn, gedəcəm və orada zad eləyəcəm, orada məni tutublar. Hala işim hala çəkib, o zəminədə danışmayam. Bu Şəhriyar ki, bu vaxt, məsələn, mən yaxınlaşmışam, o zindəkanın adam görür da o şeyləri, o ləzzəti ki, gərək verə verir. Pəşimanım ki, niyə yaxın getdi? Qəbl az bu aşinayı. Fövqəladə ləzzət aparardım Şəhriyarın şeirindən. Amma indi hər vaxt görürəm ki, o mərzul əhvallığı, o naxoşluğu və o bəzi kəlamatı sözləri ki, mətrəh olur ki, o şeirlərində olan çoxu gəlmi, onlar gəlir zehnə təsir qoydu. Neyinsən, insan biləxərə təhti təsir qərar tapır və narahat olur. Ona görə deyərəm ki, şəxsiyyətləri yaxınlaşmayın. Çox istəmiyorum mühim şəxsiyyətlər, əsrarını biləsiniz. Bu zəminədə mən bir misal vururam ki, kimyagəriyə təbiətə də irtibatı var. O misal budur ki, bir nəfər yazıblar, mən bunu oxumuşam, kitabı var ki, bir nəfər oturub, fikirləşib, mütaliə edib ki, bu elmas ki, bu qədər ərzişmənd bir şeydir, bunda nə mənə var bu qədər ərzişdir? Çox bu elmasın üstündə gedib təhqiqat edib, bunun imkanatı varmış, alemi danışgahmış, aparıbdır. Danışgahda, danışgahın azmaşınqahında elmasın üstündə mütaliə edib, bunu təzziyə eləyib, ki, axiri nə mənədir? Axirdə görüb ki, bir bahalı, duruş. Məsələn, adam ondan bir, məsələn, müstəmi ala bilər, elmas axirdə oldu kömür. Bu kömürmüş, karbonmuş. Karbonu xalis. Bu karbonmuş. İndi oldu heç. Bu qədər zəhmətdən sonra, sərmayəgüzardan sonra nə ələ getdin? Xoş, bildi ki, bu zatdır. Amma miərzət ki, bu qədər ciranbaha, sən bu pədidəni heç eləyəsən ki, kəşf edəsən bu karbondur. Xoş, bu bir tərəfə qəziyyədir. Bir tərəfə qəziyyə budur ki, bu elması ciran qiymət hardan tapılıb? Bu در اثر کیمیاگری طبیعته. زغال سنجده. فشارات وارد بر طبقات زمین باعث olur ki bu fişarlar bunun içinde مواد teşkil dehende karbon, onun nötronları, onun 24 tane bünlemeyle bir okudum, 24 tane ya 28 tane onun içinde nötron var, nə elektron var, nə proton var. Onlar der əsər fişar cabeca olur, onlar miqdarı çoxalır. Qızılınki nə 70 neçə dənədir?
79 dənə olur. Və bu olur nə mənə? Elmas. Karbon olur elmas. Vəli Mevləvi özü معتقدdir qədimki zəminşinası əqaidinə ki, təbiətdə elə bu cürlər ki, mövcudat bir-birindən tolid olar və bu kimyadır. Mevlana buyurur ki, bu elmi ki bizim varımızdır, ruhumuzdadır. Bizim bu ruhumuz Əflatun kimi fikirlər. Aləmi mavərada qəbl az bədənimiz xəlq olub, sonra bədənimizlə mürtəbit olub. Vəli bu ruh sonra mütəhəvvil olur. Dər əsəri bu çörək ki biz yiyirik. Ruhumuz yediğimiz çörəkdən can tapır. Mevləvi bu deyir Məsnəvidə. Əgər yeməsək, içməsək bu su bizim vücudumuza təbdil olur sonra, əvvəldə yox ha, tədavümdə. Ruhumuz, cismimizə çörəklər ki yiyirik, meyvələr təbdil olur ruha. Ki Molla Sədran bunu dəlail mutqən ilə sabit edib ki, əslən ruh nəbat, ruh heyvan və ruh insan maddədir. Bu ünvan eləyib. Bir ömrü təhqiqatı bu cümlədə xülas olub ki, ruh insan cismaniyyət-ül hudusdur, cismidir. Vəli sonra ruhaniyyət-ül bəqa olur. Ən-nəfsu cismaniyyət-ül hudus və ruhaniyyət-ül bəqa. Bu yəni təhəvvül, yəni kimi təhəvvül, yəni misal eləbi qızı və ondan da balatər. Və sonra Mevlana fəravan misal verir ki, indi mən taza bu həftə Surə-i Nəhlin təfsirini qoymuşam fəza məcaziyə. 2 salهای qəbl onu təfsir eləmişəm. Orada demişəm, bax bu bal ki yiyirik, bu bal bir qızıldır ki, bunun misi topraqdır, sudur, karbondur. Toprağa məvaddır, su təbiətdən mütəhəvvil olur şirə. Bu zənbur əslində ola yığır. Bu bal ki yiyirik elə karbondur. Çərbidir, oksijendir, hidrojendir, çörəklər dozuyur. Hər nə mənə ki yiyirik bu meyvələr hamısı təbiətdə در اثر کیمیاگری طبیعت متحول olurlar ve bir pədide, ayrı pədidədən vücuda gəlir. Və sonra biz fəlsəfədə bəhs edirik ki, əslən bu aləmi maddə hardan tapılır? Allah ki cahanı xəlq eləyib, kəhkəşanı xəlq eləyib, günü xəlq eləyib, karbonu xəlq eləyib, silisi bu 104 ya 114 unsuru ki Mendeleyev cədvəlində olar tənzim edib, bunlar hardan gətirib? Mədəni var. Allah ki bu mədəndən götürüb gətirib. Bunları bu aləmi maddəni Allah tolid edib. Nə mənədən tolid edib? Xəmir mayəsi nə mənədir? Xəmir mayəsi vücuddur. Vücud əvvəldə əmr-i müzərrətdir. در اثر قدرت الهی bu mücerredat tebdil olup maddiyat. Hem de maddiyat. Ve sonra da berəks olur. Maddiyat oluyor mücerred. Bunun tamamını tozih eləmişəm da ki, mücerred bir muxtasar eləmişəm. 2 növdir. Mücerred əqli, mücerred təmsili. Elə Cenab-ı Zamanın girin o salonunda eləmişəm. 2 növ mücerred var. Bunlar bir-birinə qatmayaq. Bəli mücerreddir. Bu mücerred elə bizim indi əqlimiz, ruhumuz müzərrəddir. Munta müzərrəd təmsilidir. Nə müzərrəd əqli? Da o zəminədə danışmıyorum. Bu bir fəlsəfə klasında ola danışır. Xoş. Bu bir mətləb ki, Mevlana yenə söz içində istədiyi ki, bu cürdür.
bu تغییر و تبدیل اساس عالم تشکیل بری. عالم در اثر تحول و دگرگونی چی منا ملا صدرا آدم گفت حرکت جوهریه. جوهر عالم ماده ki ona felsefede heyula diyorlar. Heyula o mütehevvil oluyor alemi mücerredat. Ve ayrı bir zada tebdil olur. Ya inşallah madde bir maddeye tebdil olur. Vakti toprak oluyor esel, toprak oluyor buğda, yani bunun cevheri mütehevvil olur. Tağyirat esası. خب bu bir مطلب در تکمیل و ادامه مباحث قبل. مطلب بعدی bu تحول مطلقه. یعنی مطلق به طور مطلق عالم بر اساس تحول پابرجاست. مطلق در این مطلقلی نسبیdir. Bu zəminədə də çox mən söhbət eləmişəm. Elm əxlaqda, fəlsəfə əxlaqda ki, aya əxlaq mütləqdir ya nisbidir. Ki, nə də aya zaman salonda o ribaya rast danışanda müxtəsər bu zəminədə bir müqəddəmə getdik ki, aya خوب و بد یادınızda حسن و گل ki İsa'yıq filan şey pisliyə yaxşıdır. Aya mütləqdir bu yaxşılıqlar ya nisbidir, haramdır, yəni mütləq haramdır. Biz bir miqdar Qurandan, fəlsəfədən da istifadə elədik ta o riba məhzin müqəddimatını tənzim elədik. İndi bir dəfə də yadavər oluyam. Mütləq yəni mənə? Mütləqin lüğəvi mənası azad ya azad şude. Talaq da bu kəlmədəndir də. İtlaq da bu kəlmədəndir. در مقابل مقید خانم چی یا آقا چی ازدواج eli همسر var o müqəyyətdir. Onun qeyd و bəndi var. Vaxtı ki bunlar Xuda ölçədə bir-birinə təfkiş olurlar, deyirlər ki talaq aldıq, talaq verdik. Bu iş talaqdır. Talaq yəni azadi, rəhai. Yani o qeyd bəndi های qəbli də indi hakim deyil. Qəblən məsələn də həmsərim var idi. Ba vücudu həmsərim به همین راحتی ayrı bir şəxslə o irtibat bərqə eləyənməzdi. Həmsərim etiraz elərdi. Dedi, mən varam, o kimdir? Elə hər növ çağası xanım. Amma baxşı da təlaqa çəkildi. Daimində mən azadam. Bir nəfərə bedehkar deyiləm. Özüm bilirəm. Azadam. Ama müqəyyət qeydi var da, bəndi var, giriftarı var, şəraiti var. İndi deyirik ki, nisbi yəni müqəyyət. Nisbi yəni həmanda ki, çox tikərəm. Deyərəm ki, bəstəci dارد. bəstəci dارد. Yəni bəstə به şərait. bəstə به موقعیت. هر شیء که بستگی داشته باشد بسته به شرایط زمانی، مکانی، محیطی باشد اون دل نسبی. اما هر ذات که بستگی نداشته باشد یا بستگیش ضعیف باشد یا کم باشد اون دل مطلق رها. چون اون در زلدخ که اخلاقیات فقط Ay Purvozocun da bir etirazı vardı. Bir çüşmort istedi artıya da olay idame vermedi. Dedik ki, mesela ben de mənim nəzərimdən fəqət zulm qəbihi mutlaqdır. Ədl, husn ya həsəni mutlaqdır. Bəqiyyə nisbidir. Ay Purvozocun ağzına bir zina kəlməsi də gəldi. İndi zina pisdir ya yaxşıdır? Pisdir. Mutlak ya nisbidir, yadımdadır. Düzdür. Xoş. Onun cevabıdır ki, zina. Ne be xatir zinalı? Zina pisdir çünkü orada
zulmi olur. Zina çün zulmü be kanundu, zulmü be şeriatdi, zulm be camiədi, ona göre pisdir. Və indi zinanın elə həman iş ittifaq düşüb bir ayrı bir şəkildə və onda da görürsünüz ki, qəbahəti əldən verir, həsən olur. Hala o zaman niyə vardı olmuyor? İndi deyirik ki, nisbi yəni yəni nisbi, hər o fikri ki, hər o təsəvvürü ki, hər o mesela mətləbi ki, hər bəyani ki, hər pədidə ki, بسته به شرایط زمانی مکانی باشه اونا دیگه نسبی. Bu تعریف فیلسوفان درباره mutlak و nisbiyettir. Mümkündür ayrı bir elmlerde ayrı tarif eləyərlər, o ayrı. Mən fəlsəfə didgahı ilə danışıram. Təsadüfən Mevlana o ariflərdəndir ki, şədidən nisbiyyətə qaildir. Ve bugünkü bu dersimizde bu şotoru, murun bahsinde bu nisbiyet به طور şeciftengiz ve bir növ melahatla təbyin olur. Muşunan şotor, bu farzdır da. Bir فرضی که امکان تحقق و بیاری şekilde camiədə var. Dastanı ki başladı, çox cəlibdir. Fövqəladə məsələn şigiftəngiz deyiləndəndir. Məxsən bugünkü bu əbiyatda ki, indi ayə fürsatı zəhmət çəkdi oxudu. Onlar be qədri dilnişindir. Mevlana bir cür mətrəh eləyib ki, elə bir təvana fərd, bir qəhrəman yenib aşağı, yenib به صورت لطیف özün ərzə eləyir. Bir fərdi ki, fövqəladə qəvidir, amma bu üçün nisbiyyətə qaildir, özün yendiyi başa, gəlib, muşuran həm söhbət olur. Bula, elə bu cür şuxluq tələq eləməyək. Vəqti bir dənə dəvə muşuran həm söhbət eləyir, bu کنایه از bir fərd fövqəladə azim insan söhbətidir. Doğrudan dəvənə muş danışmaz. İnsan fövqəladə توانای مالی یا توانای بدنی یا توانای علمی یا توانای عرفانی özün yendirib aşağı bir dənə zəif insanına bir tazə varid به خانگاهnan ondan bu nərmi danışır. ضمن اینکه الگاه فلسفه الی deyir ki, خب Gəziyə bu yolda da dəvənin nöqtəsi var idi. Bir dənə muş oradan keçirdi. Muş yapışdı bu dəvənin nöqtəsindən çəkdi. Buna Qur'an nə qədər sərmayəguzarlıq edir. Qur'an bu zəmində də çox şəgəftəngiz danışıb ayədir. Vaqiən Qur'an mucizədir və kitab-ı asmanidir. Mənim yəqin 100% varımdır. Özümə bu cür ilqə olub. Qur'an deyir ki, bu heyvanatı görürsünüz. Dəvədir, inəkdir, məsələn, heyvanat, heykəlli heyvanat. Onlar sizin qabağınızda ramdır. Bir dənə uşaq eləyə bilir ki, bir sürü inəyi aparsın, getsin. Onların bir istəsə rəm eləyə, bir padığanı sərbaz onun qabağına alınmaz. Qəblən ərz eləmişəm, bir dəfə də ərz eləyəm. Cəng zamanı təzə cəng başlanmışdı. Mən bir dənə mədrəsədə, Təbrizdə, Nəçim xiyabanın axirində, indi xiyabanı çəkiblər. Onda Nasir Ağası deyərdilər. Məhəmməd Təqi Cəfər olub, Nəmcam Şaban, Əllamizə, orada bir mədrəsə var idi, 4 shift danışamız vardı. Mən orada 6 ay müdir oldum. Böyle bir həyatı var idi. Mən orada nə işlər görmüşəm, işim yox. Eydi Qurban günü bu müəllimlər mənə pişnat verdilər ki, amıdır. Çatdılar kimi amıdır. Bir dənə qurbanlıq kəsə.
Hamı pul qoyaq, götürəsəkdən. Məndən icazə istəyirlərdən başda. Bir dənə dana deyidilər, dana. Dana, məsələn, iki salə ilə bir qusalədir, məsələn. Dana gətdilər, nər olur. O cübi gətdilər, mədrəsədə onu qurban eləyərlər. Bir nəfər gətdi, bu dananı istəyirlərlə bağlayırlar, neynələr, qurbanlıq eləyərlər. Bu nə ehsas elədi, rəm elədi, qoşdu. Bu mədrəsənin böyük həyəti vardı. Orada qaçır, heç kəs tuta bilmir. Ta inki bir nəfər mədrəsənin qapısını açdı, məsələn zəh vurdu. Xidmətçilər getdi qapını açanda, bu ki dur vurur. Bir ləhsə gördü ki qapı açıldı, oradan çıxdı, necə gedi? Cami Şabanla getdi də heç əsən bunu tapa bilmədilər. Getdi, əsən tapılmadı ha. O höhmə var, o səbzə, qari filan yerdə getdi. Ya inki bir dəfə mən elə Minətçim xiyabanında gəlidim, fluksum var. Fluksla gəlidim, xiyaban trafikdi. Bir dənə dəvə o cür rəm eləmişdi, dəvə gəliydi. Bozla. Baverlə, ayağım bu cür qoydu maşından kaputun üstündən, bundan geçirdi ona, ondan geçirdi, baxsıydı əzi, heç kəs bir iş görə bilmirdi. Yoxsa, indi bir ləhsə bu cür ola bilirdi. Amma gahdan bir dənə uşağın əlində 10 dənə, 15 dənə dəvə aparı, gətiyi olan noktasından yapışır. Aləm heyvanatda, aləm insan heyvan rabitəsi ki bu cürdür. İndi Mevlana deyir ki, gahdan bu danışməndilər, ariflər, böyüklər elə həmvar olurlar. Bu cür dəvə kimi. Noktasını belə bir dənə uşağın əlinə xanəqahda. Onlarla kənar gələrlər. Gahdan əmr müştəbəh olar. Bu alim, arif, böyük, məsələn peyğəmbər, buranın həmrah olur, buranın həm söhbət olur, buranın həm kasa olur. Bura deyirlər bəşələ, bu da bir məmul adamdır. Bəran ki nişan verə, baba, təfavut çoxdur. İndi bu misalı vurub, indi bu muş yapışıb bu dəvənin noktasından gedirlər, o da gəlir. Yox, indi o muş deyir ki, mən də bir şəxsiyyətəm də bu əzəmətdə dağı aparıyam. Deyoxsa, gəldilər, yetişdilər suyun kənarına. Bir nəhrdən keçələr, muş dayandı. Deyibə, dəvədir ki, məsələn, Cənab Muş, Həzrəti Ustad, mən evə dayandı, burada. Deyib, yox, bir imtihan eləyəm, yaxından baxdım, güdüm ki, baba, bu məsələn, əmiqdir, mən keçə bilmərəm. Gərək 1000 dənə mənə ta muşu bibinə tikəsən, da gitsən. Dəvə gəldi, deyik, qoy görüm. Qoy görüm, bir geçdi, su dəvənin dizinəsən gəldi. Burası çox şəcəfdən gizdi. Fövqüladədir. Dəvənin dizinəcə. Dəvə bilib, bu ki bir şey deyək ki, hələ baxmayıb diziməcəndir. Vuracam. Heç mən bir də boğulmaram ki, deyir, dalaş, sənin dizivəcəndir. Nisbiyyətə bax, o nisbiyyət yəni bu. Nisbət. Sənin dizivəcəndir. Ax, məni boğullam, mənə elə onun əvvəlində boğullam. İndi bu da dəvə bir cürlüklə elqa eləyir ki, poz verirdin, dəvən aparıyam. Mənim noxtam düşmüş sən əlvədə, çəkirdin, geç da. Heç bir fikir eləmədin ki, bir böyükçilikliyi bir sıtlad eləmədin. Ki, mən bu əzəmətdə dəvəni aparıyam, bunda səsi çıxmır. Elə doğrudan belə olmaz. Mən olan səni geçin deyirəm. İndi lap cəliblik budur ki, indi bu dəvə deyir ki, neyniyək, nəticəsək deyə, vallahi, mən bilməyəm, neyniyək. Yox, dəvə deyir ki, cəb olamsan, çıx çiynimə, sən ki, bir də iddia rəsdə edirəm, mən minlər sənətar muşu mindirirəm, çiynimə keçər o. Və bu bir növ təsəvvür və təcəssüm ya zindecidir. Və ariflər bu növ idilər. Ənbiya, olya, məxsən peyğəmbərlər bu cürdülər.
Peygamber İslam buzuydu da. Peygamber İslam mindirib çininə, minlər o cür muş kimin mövcudatı, muzi mövcudatı, o cür qələt insanları çiynəndə keçidiblər. Onları otdan keçidiblər. Qəblən oxumuşuq dəftəri şişomda. Bunu da deyim ki, bir iki beyt oxuyaq. Mən az oxuyacağım, çünki çox danışdım, bəlgəsini ayısıdır oxuyaq. 20 neçə beyt idi. Sənə özümdən çox oxuyacağım. 13 beyt mən oxuyacağım, 16 beytini siz oxuyacağım. Quranda dəftəri şişomda oxuduq ki, rivayətlərdə var ki, o cür polisirat var da. Çətinliklə gedəcəklər, polisiratdan keçsələr, keçəcəklər behişdə. Hətta möminlər də, xod o möminlərin çoxu polisiratda میلغزند و سقوط میکنن به cehennem. Və bir də bu məsirdə ki gedəcəklər behişdə tərəf, yollarda bir də bu cəhənnəmin əzablarından da görəcəklər. Quranda da bir ayə var. O ayə zamanının o dostu ki, Mirhamid Cənab Sərhənc evləndi, getdi. Mərəndə getdi. Mən də orada bir ayə oxuyardım. Hey, o da mənim qələtimi tutardı. Orada bir dənə ayədən bir kəlmə qələt oxuyardım. O ayə budur. Elə indi də fikrim qələt oxuyuram. Quranda bir ayəmiz var. Buyurur ki, Ma minkum illa variduha. Yoxdur sizdən, məgər bu ki, hamı vardı cəhənnəm olacaq. Ma minkum. Sizdən bir əhədi yoxdur. İlla variduha. Cəhənnəmə varid olacaq. İndi bu varidi yadınızda olsa, sabıq nəvci məna elərdim da. Deyərdim ki, varid Quranda bir mənası duxuldur, bir mənası qərabətdir. Bəzi də varid oldu, yəni yaxınlaşdı. Bəzi də varid oldu, yəni daxil oldu. Məsələn, Quranda var ki, Həzrəti Musa gəldi, varid-i ab-ı Mədiyən oldu. Yəni mənə? Yəni gəldi ab-ı Mədiyənə yaxınlaşdı, gördü ki, qızlar qoyunlarını silə su elə verənmədilər. Da suya çıxmalanıb giymədi ki, o quyuydu. Quyudan su çıxardı idilər. Orada deyib ki, vərədə ma-ə Mədiyənə varid oldu. Ma-ə Mədiyənə, yəni yaxınlaşdı. Yəni o məntəqəyə varid oldu. Nəinki su var. Amma aliyyədə də vərədə, yəni dəxələ. İndi mən orada tozif verirəm ki, yəni Allah deyir ki, yəni hamı cəhənnəmə yaxınlaşacaq, vəli hamı cəhənnəmə getməyəcək. Bir də daxil olacaq. Muğləvi də deyir elə, hamı cəhənnəmə gedəcək. Muğləvi varidi duxul tutubdur Məsnəvidə. Yox. İndi sözüm bu qismətdədir. Muğləvi deyir ki, əfrad ki gedəcəklər bir də beşdə, Quranda deyib ki, axı cəhənnəmdən keçəcəksiniz. Beşdin yolu cəhənnəmdədir. Möminlər yetişəcəklər beşdə. Dəftər şişimdə oxudu. Və sonra beşdə yetişəndən sonra etiraz eləyəcəklər o firiştələr. Ax bə bizə demişdiniz ki, beşdə gələndə cəhənnəmdən keçəsiniz, bəs bu cəhənnəmi görmədik, dəftər şişimdadır. Muğləvi deyib, orada firiştələr deyəcəklər ki, geçdiniz da, deyə bəniyə və xəbərimiz olmadı. Deyə xəbəriniz olmadı, cəhənnəmdən geçdiniz. Deyə harada? Deyə ha yolda gəlidiniz ki, bu yolda, behiştin yolunda bir yerlər vardı, bir ağaçlar vardı, kölgəsi vardı, zaten Suzatda geçiydi, ha o ağaçlar. Deyə oya cəhənnəm idi. Dünyada ki bir xeyir işlər görmüşdünüz, dərslərə təcəssüm əmal, o xeyir işlər təbdil oldular o ağaçlara, sayələrə, sahibanlara və o sulara, o cublara da siz behiştin, cəhənnəmin otu, hərarəti sizdə əsər eləmədi. Siz salim geçdiniz. Çünki niyə? Dünyada. Və Mevlana Nəssar ki, bu yolun həmvarlığın sizin rəhbərləri sizə həmvar elədi. Peyğəmbər, hadiyan,
arifan, piran. Burada isti ola desin. Deyir ki, dəvəki özünü həmvarəli digər çıx çiynimə. Yəni, tamamı çətinliklər sənə həmvarəli. Elə bil ki, sən xətərdən nəcat versin, xətərdən keçirsin. Olur sizə atəş nişan. Atəş nişanı vaqi'i pirdir. Otu xamışlıq, xətəratı xamışlıq. Bir-iki üç beyti fövqüladadır. Ürəkdən bunlara bir dəfə söyleyeyim, mən oxuyum. Ayə Cüdeyri zəhmət çəkib keçən həftə oxuyub. Mövzu buydu da, dəvənin nöqtasını bumuş çəkib. 2 beyt, 3 beyt gedək qabağa. Yetişdilər buraya ki, گفت این آب شجر فست و عمیق. Muş dedi ki, baba, yetişdik suya, su çox əzəmətlidir. İndi dostlar oxuydular bunlar. Əmiqdir. Mən həmi tərsəm zığərqab, ey rəfiq. Ey dəvə, mən qorxuyum daş boğulam, mən keçəm mənə. گفت اشتر تا ببینم حد آب. Qoy görüm. Mən tərbiyyat müəllimdə dərs deyirdim. Salı 59, 58, 59 ta indi olub danışgahı Fərəncanda. Orada bir gün bizi apardılar. Bir nəfər həmkarlarımızdan biri Zunuzludur. Hey buna şüxluq elədi, o da əcibə bir adamıdır. Hissləndi, dedi ki, bu cümə mənə qonaqsız Zunuzda. Tərbiyyat müəllimin, ustadların dəvət elədi, getdik Zunuza. O bir dənə nəzik qoç gətdi, kəsdi. Hamımızın gözümüzün qabağında özə saxlamışdı ki, görək, bazardan ət almayıbdı. Erkək qoçu kəsdilər. Ondan sonra bizə subxana verdilər, sonra o qoçu kebab elədilər. Nə bax, verdilər. İndi bu cür kebablar gətirirlər. Hətta, indi qoyurlar. Özdə hamımıza amıdı dedilər. Amıdır bu, amıdır bu. İndi ələşmişik. Bir dənə bu çaxda bir six mənə gətdilər. Mən çəkdim. Hey elə bunu çeynədim, görüm çeynənməyir. Elə ağzımda elə dolandı. Baxdım, dörbənçinin hamısı qutulub elə mənim kebabım qalıb. O Zunuzdan biri dedi ki, Amıdı bənə yemirsən? Deyim, valla elə bir pişməyibdi. Deyəm ki, bunu məsələn bir dəfə də verim tutusuna. Deyib, ver görüm. Mən səhv etdim. Dedim ki, bax. Mən dedim, bəlkə bunu aparıb qoya, tuta otağa, gətir. Elə ver görüm, çəkdi dişinə, belələri utdu. 2 dəqiqədə olan hamımız belə böyüd elədi, elə mənə bir loqma yetişdi ki, o da ağzımda elə çeyniydi. Onu yəni yadıma saldı. Vey görüm. Nə ki bu rahatlığım elədi, heç oldu. İndi bu da dəvə dedi ki, qov oşdur, ta bebinəm hətta, qoy görüm, qoy bir əndazə eləyək. پا درو بنهاد آن اشتر شتاب ayağın koydu suya. Gov ta zanu stop. Diye su elə bir boy yoktu ki. Ey kurmuş. Burada bir su yoktu ki sen qorxsan aymış. Kurmuş deməkdə hədəfi var Mevlana'nın. Muş kur deyildi ki. Ona kurmuş dedik. Yəni ey o şəxsi sən həqiqəti təşxis vermirsən. از چه حیران گشتی و رفتی ز هوش بله و هوشتان گتtin keyflenipsen گفت موش dedi ki مور توست و مار اژدهاست bu su sen nəzərində qaşqazan əzişi var, qaşqazan əzmi var. Amma mənim nəzərimdə əjdaha candır, nisbiyyətə baxın bu, nisbiyyət yəni bu. Sen deyirsən ki, burada nə qədər su var ki, heç dizimizdə. Sen nəzərində bu su, bu əzim su bir qaşqazan həzmi var. Amma mənim nəzərimdə bu su əjdaha candır. Çe zanu ta be zanu fərqi hast. Mənim dizim hara, sən dizin hara. Mənim dizim olar 5 san, sən məsələn dizvəzən olur 2 metr. Cer tora. İndi o nisbiyyəti deyir. Cer
تو را تازانوست ای پرهنر، مرا 100 جز گذشت از فرگ سر. Yüzden mənə tabi binəsən zaxlasala tisələr, heç bu ayağımız təmə sun tərsinə. Sən hiç düzüvəcəndi. Gofت şotor dedi ki, qostaxi məkon barə digər. Bir də qələt elədin, mənim noxtamı çəkdin, damından buna bu qələt deyiləm ha. Bu cür gərdənələr var. Ta nəsuzət cism و canət zins şərə. Sən bir ot yandırıbsan, bu otun içində yanarsan ha. İndi çəkirəm kənara deyəm, kişisən geçsinə, keçənməyəcəksən ki. Baxın bu, xahişəm 4-5, bu 4 beytə baxın. To meri, meri yox, meri. Meri niyə me? Çün bu lüğətin əsası meradır. Mera, bərvəzni fəal, yəni cedal. To meri با مثل خود موشان بکن. Git baba. Öğrənə şübhə eləmə, öz tahibi tapar, şübhə eləmə. Yad cedal eləməyə, bəhs eləmə. Bu da bəhs بگو مگوdur, inaddır. با شتر مرموش را نبود سخن. سخن. Axı, Soxon yazır. soxun, yaxşı, soxun da düzdür. Səxon, ya soxun. Ki, sən əşəsən gərək dəvə ilə danışmayasan. Ay, bizim bir-birimizə rast gəlməz. Bir tənasibimiz yoxdur ki, axı. Ki, otaq həm söhbət olaq. İndi ki, mən təhəmmül elədim, bil ki, mən ağalıq elədim, mən ustadlıq elədim, mən pirəm. Mən peygambərəm, mən arifəm. Geçsin dedim ha. Əmr müştəbə olmasın sonra. Duyasan ki, پنجه بر آفتاب بزنی. گفت موش dedi ki tövbe کردم از بهر خدا. Allah xatir məni bağışla. İştibah eləmişəm. Mən sən nöqtəyə çəkmişəm. Sən əzəmətdə dəvəni. O güzəran zin ab مهلک mən mərmərə xaşən yalvarıram. Mən bu sudan keçib indi qərq olub keçəmə. Lütf elə mənim yapışarımdan buradan bir şey var. Bu sudan keçəm. Rəhm آمد مر شتر را. شترun ürəyi yandı. Gofت hin. Hin yəni təvəccüh. Bərceh ya ceh. Bərceh o bər kudban mən nişin. Atıl çiynimə, atıl kohanıma, gəç iqdalıma. این گذشتن شد مسلم مرا. مسلم من bu sudan geçerim. Devedi. بگذرانم 100 هزاران son تو را. 100 هزاران مانند تو را هم میتوانم عبور بدهم. Eləyə bilirəm ki, təbiətdən aparam maveraya təbiətə. Eləyə bilirəm nəcat verəm, cəhənnəmdən aparam behiştə. Arif danışır, Peyğəmbər danışır, Mevlana danışır. İndi da orada o mükalimə qutuldu. Çox cəlib idi mənə bu mükalibət dilnişin idi ki, özüm bir də ad qoymuşum, توانای هموار. توانا فرق özün həmvar elədi, yendidi. Muş ki biədəbli eləmişdi, onu mindidi çiyninə. Deyir ki, aparıram, himayət edərəm. Da intiqam olmadı, onu əzmədi. Demədi ki, fürsətdir, qoy salım boyda boğulsun. Ariflər bu cürdür. Təcəssüm yaz erfandır. Bu 4 beyt və bəqiyə. İndi buradan əzin inşa nəticəmi girir. Bir-iki beytdə bunun nəticəni oxuyur. Tapışıq Ustad-ı Möhtərəm Ahmet Züdeyriyə. Buyurur ki, babi, o şotor yəni Peyğəmbəridir. Çون Peyğəmbər nisti, dəvə deyəsən ki, pəs رو به راه منتها. Burada bir kəlmə düşür. Nəsr eləsə bozuyorlar.
پس رو به راه او düşübdür. Pəs به راه Peyğəmbər şeirə cüyə bu zücəti. Vəhşi Peyğəmbər dersən, Peyğəmbər yolundan keçinə. Ondan təqlid elə, onun yolunu idamə ver. Ta rəsi az çağ. Sən çağ təbiətdəsən ha. روزی سوی جا تا مقامات تابستان فوق‌العاده تو رعیت باش چون سلطان نی وقت سلطان dersen hiç olmazsa rəiyyət ol o sultan senden himayet eləsin خود مران چون مرد çeştiban neyi və sən çeştiban dersen düşmə qabağa demək ki mən sürəcəm çeştiban eləyəcəm خب آقای محترم چون نی کامل دکان تنها məcir bəlkə kamil desən iş başlama ustadlıq eləmə bir də ədaya ustadlığa gətirdilər ay Sadiqi keçən ay mən Sadiqi keçən həftə məndən bir sual soruşdu da buydu ki Mevlana hey bu idi ki həsadət olmasın həsud olmasın bir sözlər dedim sonra gedəndə maşına yadıma düşdü ki bu dəftərin əvvəlində dəftərə çağırın əvvəlində Mevlana Hüsaməddin Çələbi razı danışır. Əslən bu dəftər Hüsaməddin Çələbi ilə başlanıb. Orada Hüsaməddin Çələbi bir oxusaz mütaliə eləsə tarixi görərsiniz Hüsaməddin Çələbiyə ki Mevlana orada ərziş verir. Mesela elə bir demiş o ki Hazar Şəbərə siz xahişəm dəst soruşun. Bu da ona məqam vermişdi. Bətər o birisilər həsadət eləydi. İstəyirdilər ki Hüsaməddin Çələbini qanun işləyət tutsunlar. Hey elədiyi ki həsadət eləmir. Az cümlə o mətalibdən ki Mevlana çox onun zəminəsində danışıb həsadətdir. Əlavə bər ki Mevlananın özünün həsadətini eləydilər. Əlavə bər ki ayrı ariflər Mevlananın həsadətini eləydilər. Ona görə bu çon ney kamil dokan tənha məcir yəni təkbə iş başlama. O zaman iş başla ustadlıq elə ki kamil olubsa. دست خوش می باش تا گردی خمیر Biz Türkçədə, Farsıda bir dənə kəlməmiz var deyək, bu xoş dəstədir. Məsələn, indi fərz buyurun bir dənə pişküşlü götürsən, 4-5 dənə pişküşlü var, birini əlin yatır. Deyirsən, bu xoş dəstə. Bıçaqdır. Məsələn, qəssablar, neçə dənə bıçaq var, birini çox işlədi. Eşətmanlı bıçaqdan əl çəkmir. Deyir, xoş dəstə, əlimə yatır. Bu onun bərəsidir. Dəst xoş. Dəst xoş yəni bir nəfərə xoş dəstdir oğlum. Ya bir nəfərə xoş dəstəsən, yəni ramdəsən. Dəst xoş yəni moti, ram. Çünki o bıçaqdakı xoş dəstidir, bizə ramdır. Əlimizdə bərahəti onu işlədiyor. O psikuşdunun bərahəti işlədiyor. Açarlar da cüydür. دست خوش می باش تا گردی خمیر رامول تا اوقات yumuşanasan ki ustadın elinde xəmir kimin olasan ta səni hər şəklə istəsə sala xəmiri bazı var da indi sabıq mum deyərdilər Mevlana burada xəmir deyib bir ayrı yerdə Mevlana ayrı söz deyib deyib ki gərək adi əfrad ustadın əlində gərək ölü kimin ola Dərdəst murdeşu. Ölüdə son ixtiyar yoxdur. Ölünü ki yurlar, elə bir indi də dəstgahla yurlar da, elə bir əlzat vurdu yoxdur. Mən əxirən eşitdim ki, təzə mənim dostlarımın bir familya ölmüşdü, aparıblar da ozu yuyurlar, nəm əlinə sabunlurlar, ozu bir şey yoxdur. Dəstgah yuyur, dəstgah elə bu cür, elə bir ki, zad eləyir. Karvaş işilan ki möhkəm tuturlar, öldürürlər, sonra açbənd edirlər, verirlər. Sonra bu tərəf gəldi ki, mən bu adamın üzünü görəm, təzədən uzuqda kəsirlər, üzünü görək, bu adamını çətləyiblər, neyiniblər, açbənd ediblər, aparırlar, qoyurlar ki. Bəli. Mevlana deyər ki, gərək indi necə bu ölünü yuvanda adam orada şu azaddır, buna can yox ki, müxalifət eləyər. Hər tərəfə fırladır, gərək noamuz
Salih ustadın əlində ölü kimi olar. O neynəsə fırrada ta bəlkə bunun rastlar istedi. İndi onu vurur. چون نی کامل دکان تنها مگیر دست و خوش می باش تا گردی خمیر ta xəmir olasan nərv ol ta bu ustad nəni səndən şəkli versin. Sən şəkli dərsin. Və görmüsən Quran deyib ki, ənsitu. Quran deyib sükut eləyin, xamış olun bir nəfər Quran oxuyanda. Əslən müsəlmanlar təvəccüh eləmirlər. Əlbəttə o Quranı da biz oxuladan başlayıb. Mən nə qədər xamış olmuşam bilməmişəm ki, onlar nə mənə oxurlar. Ənsitu ra quş kon. Ən sükut eləyin. Xamuş baş. Çünki bir də çox danışır. Məsələn, Mövləvidə elə bu dəstəndə hiss idi. Deyə Qur'an söz deyirəm. Oradan danışırlar ya etiraz edirlər. چون زبان حق نگشتی گوش باش. وقتی hələ dilin ozu açılmayıb, ozu təvana olmayıb sanki yaxşı istidlal eləyəsən, danışasan, heç olmasa neynəcəksən? Qulaq ol. İrfanda barha əzələmişəm, Ay Xərratiyan deyil, həmişə etiraz olub bizim ariflərin bu sözünə. İrfanda deyir ki, çox sual eləməyin, çox danışmayın, fəqət qulaq olun, danış, qulaq olsun, ta axidəsin bu müşkilatı həll olacaq. Və Ay Xərratiyan deyir, ta sual cavab olmasa, məsələn, elmi pişrəft eləmək. Biz gələk sual cavab eləyək, ta, məsələn, çənqaş eləyək, həqiqəti tapaq. Bizdə deyir, eyb yoxdur. Vər bequyi, indi də gözəl özünü saxlayamırsan, sən danışasan. Çox sualibdir var. Şəkli istisvar qu, yəni sual elə, nəzər vermə. Ya, Həzrət Usta, icazə var, sualım var. Da nəzər vermə. Deyirəm, mənim də nəzərimə buzu, məsələn, Mövləvi yanında deyəsən, mənim də nəzərim var, sən kimsən, kimsə nəzər verirsən? Sən uşaqsan, get qapuzda oyna. با شهنشاهان تو مسکینوار گو. شهنشاهان یعنی عارفان بزرگ. Peyğəmbərin huzurunda, Quranda da var da mütəəssifانə gəlidilər, biədəbli elidilər. Quranda təqribən təyin edir bu sözü. Tarixdə mən oxumuşam ki, o ərəblər gəlidilər Peyğəmbərə huzuruna, deyirlər, biyabandan gəlib da. Birinci aləbin ki, Mövləvi mətrəh eləyib, fövqüladadır. Bəy vaxtda da qalsaz, bütün ay Prusos deyir ki, hər yer su gedək, emizə getməyəm. Mən bu oğlan istəmiyorum buradan gedəm. İstəyəm elə səhərə zəm burada otuyaq, deyək ki, ülət danışaq. Bir məsnəvdən deyəcəm. Vəli ondan qabaq, ikincisi əvvəl deyim, tarixdə yazıblar ki, bu məsnəvdə yoxdur. Tarixdə yazıblar ki, gəlidilər Peyğəmbərin huzuruna, Quranda təyin eləyək, Quranda. Gəlidilər, əyləşidilər, yidilər, içidilər, da getmidilər. Sübhəcən içidilər, otuyorlar. Peyğəmbər də utanı deyə, baba, duyun gedin, da yidüz, içdüz. Quranda sərihən ayəsi var. Bəlkə Peyğəmbər deyir ki, yidüz, içdüz, duyun təşvə aparın. Bu miqdar Quranda var. Tarixdə var ki, hiç gəlidilər. Bir də məsələn, yidilər. Məsələn, qışların da uzadıyla deyib var, rahat da yiyib da, rahat otuya bilmir. Otur, deyir ki, məsələn, Peyğəmbər deyir ki, Peyğəmbər, bax bir, mən məsələn, neçə dənə xanımım var. O xanımdan başlayır tərifliyə. Bir xanımın bu sindidədir, bu saldadır, bu kəmalatı var, bu cəmalı var, sizə nələr var, qıçı buzudur, bəndə, kavmilər onu deyirdi, o. Təşrih eləydi. Deyib, başı, bunlar hansını kötüysən kötü, bu Ayşənin də kötü, onu ver mənə. Tarixdə yazıblar, bu Peyğəmbər. Hansı tarixdədir bu? Yadımda da hansıdır, özüm oxumuşam neçəsi. Deyir ki, onda yazıb ki, Peyğəmbər dur. Bax, bizə məsələn bir nəfər bu söz desə nə deyər? Şamımızı, çörəmizi. Deyir, Peyğəmbər dur, qolunu salayıblan boynuna, üstündən öpür. Deyir, onlar da adam xanımısını dəyişər. Amma bizim dinimizdə qədəxəm.
Bir də Məsnəvidə ki, çox cəlibdir. Oxumuşuq bu da hamımız. Yadavər olun. Qonağımızın inşallah Ay Şəhratfər eşitməyib də, Ay Sadiq də eşitməyib. Ay Döhdük də özü oxuyub, bu dərəsindən bizdən eşitməyib. Mədinədə bir yer varmış. İki gələrdilər, qəribələr dayanardılar orada. Ta əfrad gəlsin, onlar qonaq aparsın. Biyabandan girələrdilər. Dəftəri şişimdə oxuduq, yadınızda olsa ki, belə Peyğəmbər də ki, bunlar tövsiyə elərdi ki, məsələn, himayət eləyin, Peyğəmbər xanımlarının çoxunu da bir amilə budur da, təşviq elədi ki, bu xanımları alın, bir sərpərəstdirlər, deyərlər, bənə özünü almışsan bizə, o da məcburidir ala. Peyğəmbərin bir də xanımlar bu cürdür da, məsələn, Peyğəmbərin mamansından da qoca edilir, amma Peyğəmbər xanımı sonudur. Peyğəmbər təşviq elədi ki, gedin, filan yerdə ki, qonaqlar gəlib, biyabandan keçən var, onlar gətirin, qonaq eləyin Şama, gecə saxlayın, sabah geçsinlər də, gecə qutquşa rast gəlirlər. Peyğəmbər də getdi, gördü ki, bir nəfər əcibə, bir Drakula kimi, bir əntiqə, bir nə təraşidə, nə xəraşidə bir adam qalıb, heç kəs bunu qonaq aparmayıb. O birisilər aparıblar, bunu aparmır, qorxublar da, yox, bunu aparırıq gecə, birdən bir müşkil yaradı. Vura yekədi məsələn, vura. Çox yek. Peyğəmbər elə də qaldı, onu qonaq getdi. Qonaq getdi evinə, Peyğəmbərlə neçə dənə evli xanavadəsi, əhləri çoxdur da. Gəldi, əzay xanavadə dilə bilə bir cüc oldu. Bu adam qəhdi idi, qonaq gətirsən, gəldi. Məsnəvidədir, çox cəlibdir. Fovqula şah, şahqarğay Məsnəvidir. Ona getdi, bu başladı yeməyə. Süfrədə nə mənə vardı, yedi. Peyğəmbərin də qəzası yedi. Peyğəmbər dedi, doymadı. Yox, dedi ki, qəzası var, gətirin. Onda da yaxçal falan hatta yox idi ki, zəxirə eləyərlər. Elə qəzanı məsələn keçəliyə amadilər, onda yədilər. Subhanən də sonra amadilər. Əzay xanavadə ilə hər bir kəsə gətdi, süddən gətdilər, həmlərdən gətdilər. Bu yedi hamısın. Da Peyğəmbər də bir dəfədir də qonaqdan, bu gecə siz bu yatın, hər gün yiyibsiniz də, bir bu qonaq yesin. Bu yedi, hamının qəzasını yedi. Hamının qəzasını yedi, durdular yatmağa. Bu xanımlar da ki, o Peyğəmbər xanımlar bətər narahatdırlar. Məxsusən müddət cavandır, hissi ki, Peyğəmbər görünə qonaq gətirdi. Biz ajataz yox, bunu doyur. Gecə yatdılar. Yatdılar, yoqan döşə saldı. O xanımdan bir gəldi dağdan, qapını bağladı. Ki bu buğaçı yiyib, gecə bu dəşşuya gedənməsin, bu da bir sonculansın. Adəti məsələvdən ha. Gecə yarısı bu duydu, gedə qəzaya hacətə. Gördü qapı bağlıdır. Allah, neyniyim, neynəmiyim, gəldi o yorğan döşəyin içində qəzaya hacət elədi. Doldu da. Sübh gəldilər, Peyğəmbər də ki, xanımların birinin otağında da, sübh gəldilər, qapını, məsələn, açarlar da, dəşvəyə gedən var, geçsinlər. Bu qonaq ki, doldurubdu yorğan döşəyin için, qapını açdı, qaçdı. Necə gedi? Biyabanlara getdi, dəşvəyə zat yoxdur, utandığından girdi. Bu bətər qaçdı. Qaçanda, bu bir dənə botu var idi, boynundan sallamışdı. Ona şugun deyərlər, onun əlaməti idi. Özü ilə dolandırırdı, gecə onu boynundan çıxartdı, qoydu başının altına. Getdi biyabanda yadına ki, eyvah mənim botum qaldı, o mənə xoşbəxtlik gətirir, o mənə biyabanlarda nəcat verər. Dedi Allah, neynim, nəcik qeydim, oyda o ki, kəsafətkar eləmişəm. Bu hər yolda fikirləşir, Peyğəmbər xanımlar gəldi Peyğəmbərə, gəldi ya Rəsulullah, gör nə qonaq gətirsən. İndi bunu kim təmiz? Xanımlar hərsə qaçıb da, bax bu bizim işimizdə, biz təmizləməyəcəyik. Heç kəs otağa yaxınlaşmıyıq. Peyğəmbər deyir ki, siz gelin, mən özüm təmizlərəm. Bu yorğan döşər, götür salır həyətə, süd səki, olay yuvur. Bu ləhzə, bu qeytli gəldi, yavaş-yavaş gəldi, gördü ki, Peyğəmbər bu yorğan döşər yuvur. Sürətlə getdi o botu otaqdan, götdü qaçı, getdi gənə.
Getdi, Peyğəmbər də elə başını saldı aşağı, ora 10 kəsafətdən yuyur. Getdi, soyab, biraz qaçmışdı, təzədən getdi, pəşiman oldu. Gəldi, dolaşdı Peyğəmbər İslamın qışlarına, düşdü yerə, üzündən öpdü, ayaqlarının altını öpdü. Dedi ki, işte böyle, anlamamışam, mən müsəlman oluyam. Peyğəmbərin o ədəbin, o hövsələsi, o təhəmmülün və onun kəsafətin təmizliyidir və xanımlarına da dedi ki, o onlarda da bu ittifaqdır. İstəyəm deyəm ki, bu cürdülər bu ariflər. Müftə peyğəmbər olmayıb da. Müftə də yox. Hə, müftə olmayıb. Əgər siz Peyğəmbər İslamın halatını oxuyun, bunu Mevləvi məsələmdə gətirib o. Ünvanı nə mələrdi o? Yadımdan çıxıb, tapa bildim. Tapıb, çox şəkibsəngizdir, çox cəlib da. Mevlana bunu pərvəriş verib, der əzəmət Rəsulullah da. Mən sizlərə səzənmiyəm. Heç kəs Həzrət Əmirlə və Mevləvi kimin Peyğəmbəri tanıyan yoxdur. Və bu məsnəvi doludur bu marif ilə Aya Sadiq. İndi bir nəfər deyir, bu tarixi neyini oxuduq? Tarixi oxusa Peyğəmbəri tanıyaq, arifləri tanıyaq. Və bilaq ki, bunlar nə zəhmətlər çəkiblər. Ustad bu dərəcəli hükmətlə 15 oldu, 13 büyümüşdü, 16'sı da 10'du. 15 kutu da. Yoxsa da. Bəli, da düz deyirsən. Yox, axı elə baxıyam sən. Qoyacağım haradaydım? Hə. Bu beyti oxuyum da bəs olsun. Ver bequyi. Deyə Həzrət Ustadın huzurunda sən danışasan, şəkli istisfar qu. Demə, mənim də nəzərimə. Sən kimsən ki, nəzər verirsən? Sual elə. Əvvələn sükut elə. Da gördün özünü saxlayanmısan, heç olmasa sual elə. Ba şəhənşahan to miskin var qu. Sonra deyir ki, bu sualatda istəyirlər ustadla təarüz eləsinlər, pirlərlə təarüz eləsinlər, istəyirlər ki, böhlük satsınlar. Mevlana deyir ki, bu təkəbbürdür və bunun mənşəi şəhvətdir. Xoş, şəhvəti də tozih verim də mən şu beyti oxumayam. Aya zəd oxusun, aya nəddaftar itaat edeyim. Xahiş edirəm. Şəhvət. Məni yada salmaq. Bəli. Şəhvət, Dəqiq qulaq asıram. şəhvət iştiha kəlməsindəndir. Şəhvəti biz içimizdə indi modulu fəqət şəhvəti cinsidə işlədər bu lüğəti. Bəli, bu lüğət yəni fuzunxahi. Elə məsələ cinsidə də fuzunxahidir. Ayrı zəminəsində də bir nəfərin şəhvəti kəlamı olar. İstə fəqət o danışsın. Ayrı adam danışmasın. Şəhvəti pulu olar. Bir dənə şəhvəti elmi olar. Tamamı şəhvətlər bizdə. Bir dənə şəhvəti xuraç olar. İstə çox isin. Bir dənə də şəhvəti xodbuzurci binisi olar. Bu beyt ona mərbutdur. Buyurur ki, ابتدای کبر و چین از شهوت است. شهوت فزون خواهی. راسخی شهوت از عادت است. چون تصمیم tutmuştum adətə razıda danışam. Bundan bu yana adətdir. Gələn həftədə inşallah adətə razı söhbət edəcəm. Sən abaya Züdeyri bu. Xahiş.